Hər kəsə salam, evimə səfa gətirmisiniz. Necəsiz? İnşallah ki, yaxşı olasınız qızlar. Havaya baxın, günəşlidir. Nəhayət külək yerə qoydu. İnşallah ki, indən sonra küləklər olmaz. Yaz öz abu havasını göstərər. Necəsiz? İnşallah ki, yaxşı olasınız. Mən də şükür Allah yaxşıyam. Uşaqların otağını yığışdırmışam. Bir tək qalıb mebellərini silmək, bir də evi plisostlamaq lazımdır. Dünən axşamdan inanın mənə heç bir şey eləməmişdim. Qabları da yumamışdım. Dünənləri yemək yeyəndən sonra, iftarı açandan sonra bir dənə üstümə bir dənə ağırlıq çökdü ki, üstünüzə sağlıq qızlar. Deməli, ayağa qalxa bilmədim ki, qabları yuyum. Heç ayağa qalxa bilmədim. İnanın mənə, mən dedim, bəlkə səhər duraram, bəlkə yuyaram. İnanın mənə, onda da heç nə yuya bilmədim. Heç nə eləyə bilmədim, ancaq səhər durdum, qabları yudum, təmizliyə biraz çıxdım. Sümüklü ətim var idi, onu qoydum bişməyə. Dediyim kimi qızlar, belə sümüklü ətim var idi, bunu qoymuşam bişməyə. Az qalıb da yəqin ki. Necə elədim? Əvvəlcə əti soyuq suda yudum, sonra su tökdüm, qoydum qaynamağa. Kəfi yığılandan sonra qəşəngcə onu yudum, təmizlədim. Daha sonra içməli su tökdüm, qoydum bişməyə. Düzdür, tam belə şəffaf olmadı suyu, amma yenə də yəqin ki, ətindəndir. Tam şəffaf olmadı. İndi isə burada çörəyin xəmirini hazırlamaq istəyirəm. Çörəyin xəmirini hazırlayım, yoldaşımı gözləyirəm. Yoldaşım gəlsin, çıxsın evə. Mən də gedim, konfet almaq istəyirəm, bir də şprit almaq istəyirəm. Neçə gündür ki, oğluma iynə vururam, yəni vitamin C vururam. Vitamin deyirəm, immuniteti düşməsində yazdır, payızdır, aylarda insanın elə bir ki, immuniteti düşür. Timboli o dərs oxuyur, bütün günü yollardadır. Yorulur, istəmirəm immuniteti düşsün ki, dərsdən də geri qalmasın. Ona görə vitamin C vurdururam ona, şpritin də qutardı. Bəyəkləri dərsə getməmişdən qabaq istirdim vurmaq, gördüm şprit yoxdur, qutarıb. İndi yoldaşım gəlsin, o vaxta kimi də mən işimi görüm, qutarım. Dərsdə salamatçılıqdır. Paltalar da qoşun. Pərdələri hələ yumamışam. Dalbadal günləri yum. Təmizlənsin. Deyən onu bir dəqiqə bunu tükünc qoyum. Arieli hələ işlətməmişəm. Dedim, bir dənə bu İran paraşoku qutarsın. Ondan sonra Arieli açaram. Bunu da işlədək. Sintetikayı qoyaq. Sintetika yox. Bu şey deyil axı. Tül deyil axı. Gəlin şey qoyaq. 600-ə qoyaq. 800 abarot. 800 abarota qoydum. Bu gələcək. Yox, gəlməyəcək. Gəlin yaxalayaq. İndi isə gedək evləri prisoslamağa qızlar. Prisosda artıq çıxartdım. Qabına da su doldurdum. Bir dənə içərisinə qoyum, prisoslayaq. Prisoslayım. Ondan sonra da mebelini qoyasın. Keçən səfər bir xanım soruşmuşdu. Mən videoları ki, bu gün video çəkib sabah paylaşdığım üçün sizin rəylərinizi mən biraz gec cavablandırıram da. İndi sizə keçən səfər bir xanım soruşmuşdu ki, Aspirox'a necə silirsən? İndi birazdan göstərəcəm. Yəni mən buna başlayayım prisoslamağa.
otağı sildikcə əskini belə halıram. Bir otağı silirəm, əskini belə çarxalayıram, sonra o birisi otağı keçirəm. Amma axırda suyunu dəyişirəm, qızlar. Axırda suyunu dəyişirəm, ondan sonra bir əskini bütün otaqları silirəm. Bildiniz necə? Onda daha təmiz olur. Hə qızlar, otaqları sildim, təmizlədim. Amma bütün otaqları göstərmədim də sizə. Xalça polda qurudu, xalçanı qoyum yerinə. Sizə tam göstərmədim də, qonaq otağını buranı çəkmədim sizə. Amma təngə nəfəs oldum, yoruldum. Görməyə bilirlər, üstünü bəlkə bir günlər silməyim. Sabahları bəlkə sabaha qalsın. Bütün dilim ağzım qurudu. Polları plisostladım. Əsas da ki, ən çox yoran mən bu xalçadır. Hə, xəmir də artıq qalxmaq üzrədir. Otağın da havası biraz dəyişilsin. Mən bayaqdan buraları niyə pəncərələri açmamışdım ki? Hə, doğrudan mən niyə açmamışdım ki? Yoruldum, dilim ağzım qurudu. Bir 2 dəqiqə oturum, saat artıq 5-dir. Yoldaşım da hələ gəlməyib. Bəlkə yazım. Görüm nə vaxt gəlir. Gedib dən çörəyi də qoyum duxovkaya. Kartuşkaları soyum, qoyum suyun içərisində qalsınlar biraz. Bişirib gedərəm də yeməyə. Gedim dən baxım nətə. Qızlar, bunu qoyuram duxovkaya, bu pişsin. Kim çörək resepti məndən istəsə, mən videonun altına link qoyacağam. Girərlər, oradan baxarlar. Bunu qoyuram sobaya. Bir də qızlar, məndən bir xanım dünənlər soruşmuşdu, Aspirox nədir? Aspirox istəmişdim, deyil, göstərəcəm. Qızlar, baxın, Aspirox budur. Kim bilmirsə, bunu mən götürdüm, püskürtdüm suyun içərisinə. Ondan sonra pəncərə güzgülərdir, şüşələrdir, pəncərələr də hətta silmişdim. Qəşəng də təmizləmişdi qızlar. Bir də onu deyim ki, burada köynək də var, köynəyin ləkəsini də aparır. Amma mən yoxlamamışam. Bir də bunun mavisi də var, görmüşəm. Yəni ki, görmüşəm necə, başqa bir qızlarda görmüşəm. Amma mən hələ tapmamışam, qabağıma çıxmayıb. Bu da ki, mən bunu Almarketdən almışdım. 2 manat 2.60 neçəyədir, yoxsa 3 manat neçə qəpik idi. Tam yadımdan çıxıb. Mən də belə xursuzam, hər şey yadımdan çıxır.
Belə qızlar, biz iftarımızı açdıq. Allahın izni ilə Allah bütün oruclarımızı qəbul eləsin, ibadətlərimizi qəbul eləsin. Nə ki arzularımız var, nə ki xəstəliklərimiz var. Allah hamıya kömək olsun. Allah hamının şəfasını versin. Bizlər də onun içində çörəkləri də hazırdır. O birisində 3-cü çörəyi qoymuşam. Mən bu günləri istədim, nə qədər istədim çıxım marketə, amma yoldaşım çox gec gəldi. Elə oğlum getdi, bir dənə şprit aldı, gəldi. Qızlar, mən işimi bitirdim, çayımı da süzdüm. İndi bir dənə çayımı da içim. Axşam elə bir işim də qalmayıb çox elə də. Günləri yemək bişirdim, onu sizə göstərmədim. Adi ət bozartmasıdır, tomatlı ət bozartmasıydı da, onu sizə göstərmədim. Amma bu günləri yaman dilim, ağzım yorulmuşdu. Yəni dediyim kimi polları, mebellərin üstünü silmədim. Pollardır, plisosdur, onları elədim, amma biləklərim dağıldı. Bilirsiniz ki, mən biləklərim biraz problemlidir. Bir dənə konfetim qalmışdı. Onu saxlamışdım axşam üçün ki, içim çayla. Sonra qızım gəldi ki, biz zapas saxlamışdı. Gətirdi, verdi ki, çay içərsən. İnansız konfetlərim qutarıb. Sabahlar inşallah görüm, evdən çıxa bilsəm. Sabahlar çıxım, gedim konfetdir, kekotudur, belə şeylərdir, kakaodur. Hər şey evdə qutarıb. Gərək gedim onları alım. Bax belə. İstəmədim belə. Neçə gündür ki, elə videonu tamamlayanda səssiz tamamlamışam. İnanırsınız, iftardan sonra elə o dərəcədə halsız olmuşam ki, yəni ki, telefonu əlimə götürüb sağollaşa bilməmişəm sizinlə qızlar. Amma bu günlər dedim, qoy telefonu götürüm, heç olmasa sizinlə sağollaşım ki, hörmətsizlik kimi sizə qarşı olmasın. Belə qızlar, mən artıq gedim, çayımı içim. Biraz dincəlim, səhərə də ki, yuxudan oyanarıq, görək, inşallah görək. Səhər dura bilirik, dura bilmirik. Sizi öpürəm, bağrıma basıram. Çox sağ olun ki, mənimlə siz dəstək olursunuz. Allah hər birinizdə razı olsun. Əgər kanalımın irələməsini istəyirsinizsə, like'larınızı əsirgəməyin qızlar. Like eləməyi və abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Hələlik, gecəniz xeyrə qalsın.